Salamlar. İlk öncə hamınızı salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün qonağımız var. Qonağımız həm koç, həm numeroloq Günel xanımdır. Xoş gəlmisiniz. Xoş gördük sizi Ədilə xanım. İlk öncə sual vermək istəyirəm ki, insan öz uğurlu ola biləcəyi peşəsini, sahəsini necə müəyyən edə bilər? Hansı sahədə uğurlu ola biləcəyini numeroloji analizinə necə müəyyən edə bilərsiniz? Bunu iki cür hesablamaq olur. Biri həm doğum gününü götürürük, bir də ki, bütün doğum tarixini hesablayaraq bilmək olur. Bunların fərqi nədir? Doğum günü, doğulduğumuz gün bizim 30-33 yaşa qədər olan potensialımızı göstərir. Yəni o yaşa kimi onu reallaşdırmalıyıq. Və ümumi doğum tarixinin toplamı isə 30-33 yaşdan sonraki ömrümüzün axırına kimi olan və reallaşdırmalı olduğumuz potensialımızın olduğunu göstərir. Aha. Bugün bəs bizimlə hansı numeroloji analizləri bölüşə bilərsiniz? Bugün numerologiyaya görə hansı rəqəmlər, hansı sahələrdə uğurlu ola bilər, o barədə danışacağıq. Məsələn, ayın 1-i doğulanlar. Onu da qeyd edeyim ki, doğum gününü hesablayanda rəqəm 9 rəqəmə kimi olmalıdır. Məsələn, 25-i dünyaya gəlmişsinizsə, istənilən ayın 25-i, 28-i, 31-i dünyaya gəlmişsinizsə, o rəqəmlərdə öz aralarında toplanır. Məsələn, 31-i dünyaya gələn 3 plus 1 bərabərdir 4 rəqəmi alınır. 25-i dünyaya gələn 2 plus 5-i toplayır və 7 rəqəmi alınır. Yəni burada 25-i dünyaya gələn artıq 7 rəqəminə baxacaq və yaxud 31-i dünyaya gələn 4 rəqəminə baxacaq. Eləcə də ümumi doğum tarixini hesablayanda, məsələn, tutalım 31, 7-ci ay 1999-da dünyaya gəlibsə şəxs, bunu tək-tək öz aralarında bütün rəqəmləri toplayır və sonunda əgər 2 rəqəmlə alınırsa, onu da öz arasında toplayır və bir rəqəmli rəqəm alınana kimi. 1-dən 9-a kimi rəqəm hesablanır. Məsələn, ayın 1-i dünya, yəni bir enerjisində dünyaya gələn insanlar, doğum günü 1 olanlar və yaxud doğum tarixi ümumilikdə bir rəqəminə gəlib çıxan insanlar bir rəqəmin enerjisində dünyaya gəlib deməkdir. Yəni ki, bir rəqəmi də Günəş planeti himayəsindədir. Günəş planeti nədir? Yəni liderlik enerjisidir. Bu insanlar daim görünən olmalıdırlar. Onlar elə bir sahələr seçməlidirlər ki, insanlar onlara müraciət eləsin. Onların şəxsi nüfuzunun tanındığı bir peşələr olmalıdır, bir sahələr olmalıdır. İnsanlar onlara rəhbər kimi baxmalıdır. İnsanlar onların şəxsi nüfuzunun, onların peşəsinin heyranı olmalıdır. Günəş kimi parlamalıdır. Bu insanlar öndə olmalıdır. Bu insanlar lider olmalıdır. Elə bir sahə seçməlidirlər ki, Günəş enerjisini reallaşdırsınlar. Bu hansı sahələr ola bilər? Öz işləri ola bilər, şəxsi biznesi ola bilər, şəxsi sahibkarlıq ola bilər və yaxud hansısa bir kontent apara bilərlər, blog çəkə bilərlər və ya başqa iş sahələri seçə bilərlər. Mən kimi. Bəli, mən də ayda birinci ayda olmuşam. Gün deyil, düzdür. Amma yox, ay hesablanmır, doğum günü hesablanır və ümumi doğum tarixini hesablayanda əgər sonda bir rəqəmi çıxırsa, bu sizə aiddir. Əgər ümumi doğum tarixi hesablanır, bir rəqəmi çıxırsa, bu 30-33 yaşdan sonraki yaşlara aiddir. Əgər doğum günü bir rəqəmi çıxırsa, bu 30 yaşa aid olan bir sahə deməkdir, potensial deməkdir. Bundan başqa nə deyə bilərəm? Günəş enerjisi haqqında. Günəş enerjisində olan insanlar parlamalıdır. Əgər onların şəxsi kabineti, otaqları varsa, o otaqlarının qabağında öz adlarının və familiyalarının yazılması belə artıq bu enerjinin reallaşması deməkdir. Əgər bir sənədə imza atırlarsa, əgər bir sənədə möhür qoyan bir sahədə işləyirsə, bu artıq o enerjinin reallaşması deməkdir. Gəldik 2 rəqəminə. 30 yaşa kimi 2 rəqəmi doğum günü əgər 2 rəqəmi alınırsa, bu 30 yaşa kimidir. Əgər ümumi doğum tarixi hesablanır, 2 rəqəmi alınırsa, bu 30-33 yaşdan sonraki yaşlara aiddir. 2 rəqəmin
də dünyaya gələn insanlar, yəni bu vibrasiyanı daşıyan insanlar ay enerjisinin himayəsi altındadır. Bu nə deməkdir? Ay enerjisi qayğıkeşdir, ana kimi qayğı göstərirlər, sevgi və harmoniya yaradırlar. Bu insanlar daha çox emosional və hisslər ön planda olur və ona görə bu enerji altında olan insanların hisslərini və emosiyaları ilə əlaqədar olan işlərdə uğurlu ola bilirlər. Məsələn, psixoloq ola bilər, coach ola bilər, tərbiyəçi ola bilər. Çünki onlar insanları çox gözəl empatdırlar. Yəni onlar insanların hissləri ilə çox gözəl işləyə bilərlər. Onların belə bir bacarıqları vardır. Bundan başqa tibb sahəsində də işləyə bilərlər, uğurlu ola bilərlər. 2 rəqəm vibrasiyasında olan insanlar ancaq metal alətlərlə, cərrah məsələn məsləhət görülmür, metal alətlərlə işləyəcək sahələr məsləhət görülmür. UZI-də ola bilər, hansısa bir diaqnoz qoyan bir həkim ola bilər, terapevt ola bilər bu şəkildə və çox yaxşı köməkçidirlər bu insanlar. Necə köməkçi? Məsələn, əgər bir əməkdaşlıq daxilində bir biznes qurublarsa, bu biznesdə biri lider olur, biri köməkçi olur. 2 rəqəmin vibrasiyası altında olan insanlar məhz bu köməkçi mövqeyində olmalıdırlar. Yəni onlar çox yaxşı assistent olurlar, köməkçi olurlar. Yəni lider rolunda olmaq da onlara görə bir şey deyil. Gəlirik 3 rəqəmin vibrasiyasında olan insanlara. 3 rəqəmdə Yupiter himayədarlıq eləyir. 3 rəqəmi böyük resurslar, böyük imkanlar deməkdir. Çox yaxşı maliyyəçi çıxır bu insanlardan, pulla bağlı işlərdə işləyə bilərlər, iqtisadçı ola bilərlər, finansçı ola bilərlər və sözlə əlaqədar bir iş sahələr ola bilər. Məsələn, jurnalist ola bilərlər, yazıcı ola bilərlər və s. və yaxud da kontent apara bilərlər. Bundan başqa nə deyə bilərik 3 rəqəmin vibrasiyası altında dünyaya gələn insanlar haqqında? Bundan başqa Yupiter planeti bütün xarici olanla əlaqədardır. Yəni ki, bu insanlar həm də turizm sektorunda işləyə bilərlər, xaricə bilet satışı ola bilər və yaxud xaricə hər hansısa bir məhsul satışı ola bilər və yaxud xaricdə yaşayan xarici biznesmenlərlə əməkdaşlıq ola bilər və s. Bu işlərdə də çox uğur qazana bilərlər. Keçirik 4 rəqəminə. 4 rəqəmi Rahu planeti himayəsi altındadır. 4 rəqəmi materiya deməkdir. Bu vibrasiya altında dünyaya gələn insanlar elə bir iş sahələri seçməlidir ki, insanın fiziki bədənini, onların sağlamlığını yaxşılaşdırmaqla bağlı sahələr olmalıdır. Məsələn, bu fitness trainer ola bilər və yaxud diyetoloq ola bilər, həkim ola bilər və yaxud yoga, pilates işlər ola bilər. Hansı ki, burada fokus yönəlib insanın bədənini daha da yaxşı olmağına, onun fiziki sağlamlığının daha da yaxşılaşdırılmağına. 4 rəqəmi ümumiyyətlə materiyanı təcəssüm etdirir və pul da materiyanın ayrılmaz bir tərkib hissəsi olduğu üçün pulla bağlı işlər də 4 rəqəminə çox uyğundur. Bundan başqa 4 rəqəmi vibrasiyası altında olan insanlar hansısa bir məkanı gözəlləşdirmək, o məkanın keyfiyyətini dəyişdirmək sahəsində də uğurlu ola bilər. Bura hansı ki aiddir dizaynerlər, memarlar və tikinti mütəxəssisləri və s. Burada gözəllik salonlarındakı işlər də daxildir. Niyə? Çünki gözəllik salonlarında da fokus yönəlir insanın xarici görünüşünü daha da gözəl və daha da yaxşı eləməyə. İndi əgər sualınız var, siz də bildiyimə görə 4 rəqəmi altında dünyaya gəlmisiniz. Bəli, 4 rəqəmi, məsələn, mənim indiki sahəm coachingdir də. Məncə coachingdə bura aid ola bilər də. İnsanlar, çünki biz coachingdə, siz də coach kimi fəaliyyət göstərirsiniz, həm də insanların bədəni ilə də iş aparırıq, sağlamlığına da həm də təsir göstəririk. Bax da nə demək istəyirsiniz? Bəli, əgər siz də 4 rəqəmi altındasınızsa, sizə deyə bilərəm ki, 30-33 yaşına kimi terapiya növləri var ki, hansı ki, sırf bədənlə işləyir.
hansı ki sırf bədən, bu tərəfi sizə uyğun ola bilər. Bədənlə iş sizə tam uyğundur. 30-33 yaşa kimi. 33 yaşdan sonra isə o doğum tarixinin toplamındakı aldığı rəqəmin artıq vibrasiyasına daxil olursunuz. İndi keçirik 5 rəqəminə. 5 rəqəmi Merkurinin himayəsi altındadır. 5 rəqəmin vibrasiyası altında dünyaya gələn insanlar, yəni ayın 5-i doğulanlar və yaxud rəqəmi toplayanda, doğum günü toplayanda 5 rəqəm alınanlar, bu insanlar çox yaxşı ticarətçi ola bilirlər, ticarət sahəsində çox uğurlu ola bilirlər. Çünki Merkuri özü ticarət enerjisini özündə ifadə eləyir. Bundan başqa nəqliyyat, lojistika sahələrində çox uğurlu ola bilərlər. Ümumiyyətlə 5 rəqəmi çox çevik, çox dəyişkən, dəyişkənliyi sevən bir rəqəmdir. Çox hərəkətliliyi, aktivliyi sevən bir rəqəmdir. Bundan başqa bu insanlar sənədləşmə, rəsmiləşmə işlərində məşğul ola bilərlər. Bundan əlavə elə bir iş sahələri seçməlidirlər ki, bu insanlar orada hərəkət olsun, orada aktivlik olsun, orada dəyişiklik olsun. Çünki bu stabil işlər ki var, stabil işlər, eyni, monoton işlər qətiyyən bu rəqəm vibrasiyası altında dünyaya gələn insanlara aid deyil. Tezliklə sıxılacaqlar və oranı tərk edəcəklər. O iş sahələri onlar üçün uyğundur ki, orada gündəlik olaraq iş tapşırıqları dəyişsin, orada hərəkətlilik olsun, dar bir məsələyə fokuslanmasınlar. 5 rəqəminə kimi söz vermişdim analiz eləməyə. Bir sual vermək istəyirəm. Siz rəqəmlərdən danışarkən hər birinin bir planetin enerjisi altında olduğundan danışdınız. Jupiter danışdınız, Merkuri danışdınız, başqa 4 rəqəmdə hansı? Rahu. İlk dəfə də eşidirəm bu arada. Yəni hər birinə müəyyən bir planetmi təsiri göstərir? Bəli, bu Vedi numerologiyasında bu şəkildə gedir. Eləcə də astrologiyada hər insan, hər bürc bir planet altında dünyaya gəlir. Bəli, bürcü bilirdim və doğum günü də bəli, hər planet bir planet altında. Hər rəqəm bir planeti simvolizə eləyir. Aha. Gözəl. Ümumiyyətlə bu potensial peşə məsələsini coachingdə də ortaya çıxartmaq olur. Məsələn, insanlar var ki, özlərini çox gec tapırlar və yaxud tapa bilmirlər, çox iş yerləri dəyişirlər. Mən özüm də o insanlardan biri olmuşam ki, yəni bəlkə də nə bilim, o qədər iş yeri dəyişmişəm ki, özümü tapa bilmirdim. Bir biznes özüm üçün yaratdım və o biznesi yaradandan sonra heç onu işlətmədim. Gördüm ki, yox, mən burada xoşbəxt deyiləm, mən burada həzz ala bilmirəm, mən burada sevinç yarada bilmirəm. Onu da qeyd edeyim ki, 6 rəqəmin Venera planeti altındadır. Mənim də ümumi doğum tarixim 6 rəqəminə gəlir. Sizdə də eynidir. Sizdə də. Məşğul olduqları işdən həzz alsınlar, sevinç duysunlar, enerji qoysunlar. Bu çox önəmlidir. Yəni bu insan əgər məşğul olduğu işdən həzz ala bilmirsə, onu nətər gəldi, yola verdi, eləyirsə, o ona pul gətirməyəcək, o iş ona uğur gətirməyəcək. Nədən danışırdım? Coaching sahəsində. Bəli, coaching sahəsində də bu potensialı ortaya çıxartmaq olur. Məsələn, bunu necə eləyək? Buna yönəlik praktikalar çoxdur. Belə bir şey eləyə bilərsiniz. Siz uşaq vaxtı ən çox nə ilə məşğul olmusunuz? Oturub onu yaza bilərsiniz. Ən çox sizə nə zövq verirdi eləmək? Bu ola bilər rəsm çəkmək, bu ola bilər hansısa elmlə maraqlanmaq. Məsələn, mən uşaq vaxtı yadımdadır ki, numerologiya ilə o qədər maraqlanırdım. Eşitmişdim ki, belə bir elm var. Rəqəmlərlə insanın xarakteri analiz olunur. O qədər marağım var ki, biz də hələ bir... Neçə yaşınızda? 12-13 yaşlarım olardı. Mənim çünki bu barədə də hardan eşitdim. Belə telefonlarda, internetdə belə şeylər yox idi. Daim gəlirdi, bizə danışırdı. Hər dəfə bir rəqəmlər var, belə analizlər olur, belə şey olur. Mən də o qədər marağımı çəkmişdik. Hər dəfə daim gələndə bizə gedirdim, ona suallar verirdim rəqəmlərlə bağlı. Maraqlı. Bəli, bu da çox maraqlıdır. Yəni uşaq vaxtı zaten sizin ruhunuz çəkilir o şeylərə qarşı, sizin öz potensialınıza qarşı zaten çəkilir. Onu yadınıza salın, yazın və oradan tapa bilərsiniz ki, hə, mən nə işlə məşğul ola bilərəm və əsas məsələ budur ki, hansı işdən zövq ala bilərəm, hansı işdən mənə enerji gələcək, mən onu elədikcə mənə resurs gələcək. Zaten o işdən enerji və resurs gəldisə,
Oradan uğur da gələcək, pul da gələcək. Mən 1-4 rəqəmi olaraq demək istəyirəm ki, mən həqiqətən də bu coaching sahəsinə marağım var və uşaqlıqdan yəni ən çox danışmağı sevmişəm. Kuklaları yığıb onlara dərs keçməyi, nəsə öyrətməyi sevmişəm və bir də xalam qızlarla biz oxuyurduq, müğənnilik eləyirdik, səhnədə çıxış eləyirdik, obrazlar yaradırdıq, bunlarla məşğul olmuşuq. Və gərək 4 rəqəminə ki, mən həqiqətən də evdə dizayn işlərindən məşğul olmaq, gözəllik yaratmaqdan xoşum gəlir. Sizdə Venerada da o gözəllik yaratmaq, estetika yaratmaq o da var. Artıq ora doğru gedirsiniz. Gözəllik, estetika tərəfə. Belə bədənlə də işləyə bilərsiniz. Bədənlə bağlı ikisini birləşdirə də bilərsiniz. Yəni həm bədənlə işləyib o bədəndə gözəllik yaratmaq, o ikisini birləşdirmək də olur. Zaten 6 rəqəmi həm də xidmət deməkdir, insanlara xidmət etmək deməkdir. Mənə də bir müştəri müraciət eləmişdi karyera yüksəlişi ilə bağlı coaching sahəsi üzrə. Və biz də ona uyğun sahəsini, onun təbiətinə uyğun ən əsası sahəsini və uşaqlıqda onun siz dediyiniz kimi hansı sahəyə maraq göstərdiyini işləyib ortaya bir nəticə çıxartdıq. Düz vurğuladınız. İnsanın öz təbiətinə uyğun olaraq iş seçmək çox önəmlidir. Onu da qeyd edirəm. Yaxşı, bəs sizcə doğru peşə seçiminin insanın həyatına təsirləri nə dərəcədir, nə qədər təsir göstərir, nə qədər önəmlidir? Biz doğru özümüzə uyğun iş sahəsini ona görə seçmirik ki, oradan pul qazanaq, oradan dolanaq və s. Burada başqa bir məqamlar da var. İnsan öz doğru sahəsini seçəndə, orada işləyəndə, o taleyinin elə bir mürəkkəb aspektlərini o iş vasitəsilə onu işləyir, yəni aradan çıxardır, həll eləyir. Əgər insan özünə uyğun olmayan yanlış bir iş sahəsi seçsə, o zaman o taleyinin o mürəkkəb taley yolunda olan o mürəkkəb məsələlər, mürəkkəb aspektlər o həll olunmur, işlənilmir. Əksinə o başlayır insanın müxtəlif həyat sferalarına təsir göstərməyə. Xəstəlik kimi ortaya çıxır, münasibətlərində problemlər yaranmağa başlayır, işlərində uğursuzluq olur. Yəni doğru iş sahəsi, doğru istiqamət həm də bizim belə deyək karmamızı yuyur. Burada həyat mürəkkəbliliyi və karma dedikdə siz nəyi nəzərdə tutursunuz? Hər insanın yolunda işləyəsi, işləməli lazım olduğu bir məsələlər var. Yəni bu insan bu dünyaya gəlirsə müəyyən bir məqsəd üçün gəlir. Bu nəsildən gələn karmalardır, yoxsa insanın özü ilə bağlı karmalarıdır? Bu insanın genetik xəttindən də gələ bilir, bu insanın özünün keçmiş təcəssümündən də gələ bilir. Yəni bu bir neçə yolla gələ bilir. Bu insanın özünün bu həyatda yaratdığı karma da ola bilir. Yəni bunu işləmək üçün də doğru iş sahəsi seçərək o enerjini biz azad buraxırıq. Çünki öz hədəfimizi, öz missiyamızı həyata keçiririk. Çünki öz ruhumuzun bizdən tələb etdiyi tapşırığı biz həyata keçiririk. Və bu şəkildə o mürəkkəb tərəfləri biz yumşaldırıq nisbətən. Anladım. Bir daha təşəkkür edirəm Günel xanım gəldiyiniz üçün, verdiyiniz dəyərli məlumatlar üçün. Ümid edirəm izləyicilərə faydalı olmuşdur. Mən də təşəkkür edirəm sizə. İzləyicilər də izlədikləri üçün onlara çox sağ olun deyirəm.